idi. Üçüncü canlı orqanizm və ətraf mühitdir. Dördüncü təkamüldür. Beşinci də insan sağlamlığıdır. İndi məsələn tutaq ki, mən indi 8-ci sinifdə yəni buna üfüqiyyə misal gətirəndə 8-ci sinifdə hər hansı bir dərsi izah eləyirəm. Deyirəm, məsələn keçirəm insan mövzusunda. Biraz adam qarışdırır. Köhnə ilə 8-də insan idi, indi qarışdırdılar. Belə götürədə, köhnə əvvəlki dərsliyi ilə götürədə. Məsələn deyirəm ki, hüceyrə toxuma. Orada artıq onu əlaqələndirirəm ki, hüceyrə ilə toxumanı, yox, orqanlar sistemin əlaqələndirirəm ki, sizlə əvvəlki dərslərdə keçmişdik. Orqanlar nədən əmələ gəlib? Toxuma, hüceyrə, toxuma, orqanlar sistemi. Yəni məzmun xəttinin, deməli birinci məzmun xəttindən uyğunlaşdırdım onu. Doğrudur, bəli, əla. Məsələn, sizə belə bir şey deyək də, tutalım siz inteqrasiyanı eləyəndə, fən daxili inteqrasiyanı eləyəndə öz fənninizin daxilində və əlinizdə olan məzmun xətləri ilə inteqrasiya eləyirsiniz və bunu eləyən zamanda yenə kitabdan da istifadə eləyirik də ki, mövzular arasında hər mövzunun özünün bir başlığı var, bir fəsli var, yarım başlıq var. Orada mənə yəni hansı mövzular, hansı başlıqlar lazımdır, siz bunları əlaqələndirirsiniz. Bunu eləmək bizə nə üçün lazımdır? Bəs İlhamə müəllimə, nəyə görə faydalıdır bu? Fən daxili üfüq inteqrasiya. Fən daxilinin o deməkdir ki, həm elə bir yuxarı siniflərə getdikcə mürəkkəbləşməyə gedir. Əvvəl sadəyə keçirir, sonra mürəkkəbləşmə. Həm də şagirdin yaddaşında bir növ elə bir 8-ci sinifdə 7-ci sinifi təkrarladıq. Bəli. Həm də belə bir şey fikirləşində, yəni məsələn, bir il ərzində, bir tədris ili ərzində şagirdin hər hansı bir mövzuda çətinlik çəkməsi normaldır. Biologiya olsun, riyaziyyat olsun, ətraf aləm olsun, həyat bilgisi olsun, yəni hər bir sinifi deyirəm, ən erkən yaşdan son ilə qədər hər hansı bir fəndən mövzusu ola bilər ki, oradan çətinlik çəkir. Siz üfüqi inteqrasiya ilə nümunə göstərəndə ola bilər ki, gəlib o çətinlik çəkdiyi nöqtəyə də toxuna bilərsiniz və yeni nümunə ilə, yeni izahla o çətinlik çəkdiyi hissəni də aydınlaşdıra bilərik. Yəni ola bilər ki, məsələn, elə bir şagird ola bilər ki, samitlər hissəsində çətinlik çəkir və biz burada fonetik təhlil eləyəndə şagirdə samitlər hissəsini bir də yadına salırıq. Şagird artıq fonetik təhlil eləyəndə başa düşür ki, mən burada bax yadımdan çıxırdı, burada bunu eləyə bilmirdim. Fonetik təhlil mənə bunda kömək elədi və daha yaxşı yadda saxladım. Aydın oldu mu? Yəni hər hansı bir nöqtəyə yenidən toxunuram, onu da şagird üçün izah eləmiş oluram, yenidən aydınlaşdırmış oluram. Aha. İndi gəlin şaquli inteqrasiyadan danışaq. Şaquli də ki, elə bir siniflər arasında olur da, yəni sinifdən sinifə tədricən. Yenə bayaqçı kimi deyirəm ki, 8-ci sinifdə ürək mövzusunu, qan dövranını keçirəmsə, uşaqlara deyirəm ki, 6-cı sinifdə təbiət dərsində indi deyirik, indiki zamanla uyğunlaşır. Təbiət dərsində ürəyin quruluşunu keçmişdik, orada damarların quruluşunu keçmişdik, orada biraz yəni sadə şəkildə verilib, artıq indi burada mürəkkəb şəkildə verilib. Orada ümumi verilmişdi, artıq burada insan orqanizminin quruluşu verir və yaxud indi ürək olmasın, tənəffüs orqanlarının quruluşunu keçəndə, yəni məsələn heyvanlar aləminin tənəffüs quruluşundan məməlilərlə insanınkini müqayisə edirik. 7-ci sinifdə tutaq ki, heyvanları keçmişik. İndi məməlilər də eyni insanlar, yəni eyni sinifə aiddir də. Yəni indi görürsünüz ki, mürəkkəbləşməyə doğru gedir. Və yaxud sürünənlərlə müqayisə edirəm. Yəni siniflər arası olur da, yəni mövzunun. Burada yenə sadədən mürəkkəbə, çünki aşağı siniflərdə sadə formada keçirik, yuxarılara getdikcə daha da mürəkkəbləşir. Bəli, doğrudur və bu şaquli. Və burada, bax, şaquli inteqrasiya ilə bir şey var ki, biz burada mövzunun bir il ərzində bitmədiyini, mövzunun davamlı inkişaf elədiyini də görürük. Baxın, məsələn, elə siz ürək mövzusundan danışırıq. Mən indi öz ixtisasımdan həmişə nümunə göstərirəm, amma ürək mövzusundan danışaq ki, ibtidai sinifdə şagirdlərə həyat bilgisində, hələ erkən yaşda ürəyin nə kimi əhəmiyyəti var, bundan danışdıq. Görürsünüz, hələ ibtidai sinifdir. Həyat bilgisində danışdıq. Ürək nəyə görə bizə vacibdir, ürəyin vəzifəsi nədir, nə kimi əhəmiyyəti var, ürəyimizdə bir problem olsa nə hallar baş verər və s. Və gəlirik 5-ci sinifə təbiət mövzusu, ürəyin quruluşundan danışırıq. 6-cı sinifdə ürəyin
kameraları olur, bəli, ürəyin nə bilim vəzifələri, funksiyaları, hansı işləri var, daha geniş, daha dərin artıq bunu başlayırıq araşdırmağa. 7, 8, 9, yəni hər il, hər mövzuda biraz ürəyə toxunuruq, ürəkdən danışırıq. Digər mövzularda elə. Bu nə deməkdir? Bu o deməkdir ki, yəni bir mövzu bir dəfə ilə bitmir. Heç bir fəndə, heç bir işdə bir mövzu bir dəfə ilə bitmir. Davamlı inkişaf görürük biz burada. Biz burada alt standartın bir funksiyasından danışırdıq. Artıq bizə alt standart lazım deyil. Amma bu hissədə buna yadımıza salaq ki, alt standart deyə bir terminimiz var idi və burada bir funksiya var idi ki, davamlı inkişaf, məzmunun davamlı inkişafı. Yəni bu nə üçündür? Bir mövzu bir ilə yekunlaşmır. Məsələn, mən isim mövzusunu şagirdə keçirəmsə, tədris eləyirəmsə, mən 5-ci sinifdə ismi keçirəm, o 5-ci siniflə bitmir. 6-da keçirəm, 7-də keçirəm, 5-də ismin hallarından danışmışdımsa, 6-da mənsubiyyət şəkilçisindən danışıram, yiyəlik haldan danışıram, 7-də yiyəlik halının şəkilçilərindən danışıram, 8-də məsələn ismin məsələn hallarının əlaqələndirilməsindən danışıram, halların hansı şəkilçi qəbul etməsindən danışıram. Yəni hər il ismə toxunuram. Hər tədris ilində isimdən danışa bilərəm. Bu da bir mövzunun davamlı şəkildə inkişafıdır. Bir mövzunun bir dəfə bitməliyidir. Yəni sizdə də, təbiətdə də, biologiyada da belədir. Hər il davamlı olaraq mövzumuz inkişaf edir və bu genişlənməni də biz şaquli inteqrasiya ilə görürük. Siniflər arasında, illər arasında əlaqələndirərək. Aha. İndi gəlin fənn üstü, fənlər arası, gəlin fənlər arasını deyək, sonra fənn üstü. Fənlər arası inteqrasiya. Fənlər arasındakı, yəni 2-dən daha çox fənn arası ilə olur. Məsələn, mən indi biologiyanı götürəndə mən kimya ilə də əlaqələndirirəm. Coğrafiya ilə də. İndi həyat bilgisi indi keçib. Həyat bilgisinə demək olar da ibtidaidə təbiət, riyaziyyatla. Riyaziyyatla da biologiyanın əlaqəli. Məsələlərimiz var ki, bizim biologiyada elə məsələlərimiz var ki, riyaziyyat müəllimlərinin o riyaziyyat məsələləri olmaqda toya bayrama keçir. Düzdür. Düsturlarla, təfsirlərlə, doğrudur. Məsələn, elə bir mövzunu tutaq ki, yarpaq mövzusunu keçirəm. Yarpağın kimya ilə əlaqəsini deyim də. Orada yarpağın üzərində nişastanın olub-olmamağını yoxlamaq üçün yod məhlulunun tökülməsi. Bax bu deməli kimya ilə. Məsələn, riyaziyyata dedim də misallarla dedim. Bax kimya o uyğun ola bilər. Sonra coğrafiya ilə də ki, bir də ki heyvanlar aləmi litosferdə, hidrosferdə, biosfer, yəni bütün yerin təbəqələrinin hamısında yaşayır. Onu coğrafiya ilə əlaqələndirə bilərəm. Həyat bilgisində də yenə var. Yəni həyat bilgisi ilə də ki həyat bilgisi biologiyadır da, bəli. Biologiyanın, bəli, o da biologiyanın kiçik yaşlıdır. Fizika ilə də var müəllimə. Çünki indi 2-də keçirik, 8-ci sinif təzə proqramda diffuziya. Təbiətdə də diffuziya fizikaya aiddir. Fizika ilə də keçir. Məsələn, gözün quruluşunu keçəndə, deməli, göz linzalarında fizikadır. Yəni əks eləməyi, görüntünü əks eləməyi, o da yenə fizika ilə əlaqədardır. Əla. Super. İnteqrasiya nümunələrinizdən xoşum gəldi İlham müəllimə. Qəşəng inteqrasiya edirsiniz. Yəni hər fənnə toxunursunuz. Bax bu əladır. Yəni bir müəllimin mən də özə hazırlaşmamışam amma bu misallara indi elə dedikcə yadıma düşür. Əladır, bu daha yaxşı. Bir də deyim tarixlə də əlaqədardır biologiyada. Bəli, insan təkamülü var. Təkamüldə eranlar, dövrlər, tarixlə də əlaqədardır. Bəli, erkən inkişaf dövründən, qədim dövrdən bu dövrə qədər insan hansı prosesi keçir? Bax bunlar da biologiyada var. Doğrudur. Ontogenez elə götürək ki, tarix deməkdir də. Bəli. Bu bölmə, ümumi biologiyadır. Doğrudur, əla. Bax, əsas müəllimlər, sizdən istədiyim budur. Yəni əzbərliyim, qaydanı deyim, yox. Yəni mənə əsas qaydanı bilməsənizdə qayda təkrar olunan bir şeydir. Amma bu nümunələrlə yadda qalanda, nümunəni bildiksə qayda öz yadımıza düşəcək. Nümunə göstərəndə qayda bizə açıqlamanı verir. Yəni çalışın çoxlu nümunələr, hər fənnə toxunun. Yəni hamınızdan bunu istəyirəm. Yazın özünüzdə, qayda dəftərinizdə qeyd eləyin, lap kitabda bir yerdə cızmaqara eləyin, özünüzdə məşq eləyin. Yəni çalışın, bütün fənlərə toxunun. Yəni təbii ki, sizin ixtisasınızın əlaqələndirilə bildiyi fənlərə. Yəni hər fənnin özünün ixtisası var da, hamısını əlaqələndirə bilmərik. Məsələn, İlhamə müəllimədə biologiyadır. Azərbaycan dilində mən bunu necə əlaqələndirim? Ədəbiyyatla necə əlaqələndirə bilim? Yox. Yəni hansı ixtisaslarla eləyə bilirik, ondan eləyirsiniz. Amma çalışın nə qədər çox ixtisasla, yəni mümkün olduğu qədər inteqrasiya nümunələri qura bilirsiniz, bir o qədər yaxşıdır. Sizin yadınızda qalmaq üçün yaxşıdır.
ki, yəni əzbərləməkdə yaddan çıxan bir şey olsa da belə nümunə yada salacaq. Nümunə deyəcək Nümunə ki, hə, bu. həyata düşən kimi artıq Bəli. bilməli Düzdür. olur da. Əla. Bax, burada qəşəngdir. Yəni inteqrasiya nümunələri də xoşum gəldi. İndi bir dənə də fənn üstü inteqrasiya Fənn istəyirsən. üstü. Fənn üstüyü də ki, bayaq da elə qeyd elədiniz, indi məndən qabaqçı müəllimə də dedi. Yəni fənn üstüyü bir növ nə bilim transfer olub da, yəni dəyişkən deməkdir. Yəni o ətraf mühitimizdən götürür. İndi mən öz ixtisasıma görə deyim ki, gerbari toplamaq bir növ elə fənn üstülüyünün bir növüdür. Yəni mən uşaqlara məsələn deyirəm ki, gedin həyat üzrə olan bitkilərin sadə və mürəkkəb yarpaqları toplayın, gətirin. Bəli. Yəni məkanın sahədə və yaxud məsələn heyvanlar aləmindən məsələn deyə bilərəm ki, quşlar fəsləsinə aid olan, quşlar sinifinə aid olan heyvanlardan misal gətirin. Həyat üzrə hansı var? Tutaq ki, qaz, ördək, toyuq və yaxud məməlilər sinifinə aid olan heyvanlara aid nümunələr yazın. Həyat üzrə olan, bizim də kənd yeri olduğuna görə deyirəm. Və yaxud indi şəhər fərqi yoxdur. İndi şəhər içində deyə bilər ki, ətrafınızda tanıdığın hansı məməli heyvanları var? Tutaq ki, küçədə gördüyün. Uşaqları zooparka aparıb göstərə bilərsiniz, özünüz göstərə bilərsiniz, nümunə çəkib. Mən kənddə yaşadığımıza görə, yəni öz uşaqlarımı elə məsələn, həmişə mən deyirəm ki, fənn üstünlüyünün ən birinci nümunəsi gerbari toplamaqdır da, yəni yarpaqları toplayıb və yaxud toxumun özün. Məsələn, bizdə elə bir toxum mövzusunu mən keçəndə uşaqlara belə bir stendlər, yadlar da düzəldirdim. Məsələn, tapşırıq verirdim. Kimin evdə nə toxumu var, indi əkirlər də tərəvəz, meyvə, ya fındığın özü də deyirdim ki, toxumdur. Qozda toxumdur, gətirə bilərsiniz də. Məsələn, ondan o da yenə fənn üstülüyünə misal ola bilər. Əla, çox qəşəng. Bəli, biologiyada daha zəngindir. Belə başa düşürəm ki, nümunə göstərmək. Zəngindir. Yəni elə çünki ətrafımızdır da, yəni təbiətimizdir. Hər biri bəli, gözümüzlə gördüyümüz, gündəlik kəşf elədiyimiz şeylərdir deyə tək fənnin içində qalmır da, yəni bu kənarda da hər dəfə istifadə elədiyimiz bir mövzudur. Fənn üstülüyünə bax belə bir şey deyirəm, kök təzyiqin keçəndə indi mən indi deyirəm, kök təzyiqin keçəndə uşaqlara məsələn deyirəm ki, kimin evdə hər an indi evdə olsa, qış vaxtı olsa da dekorativ bitkilər var da, ev bitkiləri, otaq bitkiləri var. Məsələn bax onlarda da məsələn ki, elə bilərsə, bəlkə vegetativ çoxalmada deyirəm ki, evdəki gülün yarpağının birini qopardın, qoyun stakanın içində suya, kök atandan sonra əkin. Bu da yenə fənn üstülüyünə misaldır da, yəni. Aha, doğrudur. Həyatda gəlib tətbiq edir. Yəni fənn üstü belədir ki, siz göstərdiyiniz nümunəni şagird həyatda özünə istifadə edə bilər. Sizin nümunəniz gündəlik həyatda onun işinə yaraya bilər. Bax, bu fənn üstüdür bir sözlə. Yəni sizin dediyiniz təkcə kitabda, mövzuda, sinifdə qalmır da, həyatda da, gündəlik evdə də, yolda gedəndə də baxır, yadına düşür, deyir müəllim bunu demişdi, indi istifadə edeyim, yerinə yetirim. Ən çox da o deyim ki, çılpaq toxumlu bitkilərdə bu şam ağaclarında həmişə də məsələn, həmişə yaşıl qalmaqları üçün məktəbin elə bir ərazisindən çıxanda yol boyu belə var. Deyirəm ki, hər dəfə bax gedin, yayda da baxın, qışda da baxın, yazda da baxın, görürsünüz ki, onun yarpaqları həmişə yaşıldır. Bəli, heç vaxt saralmır, bəli. Payızın küləyinə, payızın soyuğuna məruz qalmır da, yəni digər ağaclar kimi olmur. Əla. Qəşəng. Başqa. Bir dənə də mənə deməli fənn üstü dedik, fənlər arası dedik, qalmadı. Yox, 3 nümunəni də dedik də. Üçünü də dedik. Əla, supersiz. İlham müəllimə bu gün çox qəşəng. Yəni ilk dərsin sual cavabı əla keçdi. Maşallah. Hər dərs belə nümunələr. İndi bu bütün mövzularda biraz nümunəyə az rast gələcəyik qarşıdakı mövzularda, amma yenə də ixtisasla həmişə əlaqələndirmə mümkün olur bütün mövzularımızı. İnşallah hamısında belə davam edərsiniz. Əlasınız bu gün. İnşallah. Əla. Sizlə onda hələlik. İndi keçək. Keçək burada. Rəşadət müəllimə, burdasınız? Bəli. Müəllimə buradayam. Axşamınız xeyir. Gəlin indi sizlə davam edək. Deməli, ümumiyyətlə öz ixtisas sizdə təsvir incəsənət idi, səhv eləmirəmsə. Bəli. Deməli, birinci gəlin inteqrasiyanın növlərindən danışaq, sonra ixtisasımızla bağlı nümunələr göstərəcəyik. İnteqrasiya nə? İnteqrasiya əlaqələndirmə. Demək, integr latın dilində əlaqələndirmə deməkdir. Bəli. Radiasiya şagird təfəkküründə dünyanın bütöv və bölünməz olduğunu canlandırır. İntegr bəli, öz əlaqələndirmə deməkdir və inteqrasiya sözü də şagirdin gözündə dünyanın bütöv bölünməz olduğunu canlandırır. Doğrudur. Bəs neçə növü var?
Üç növ var. Fən daxili, fənlər arası, fənn üstü. Əla. Fən daxili, fənlər arası, fən üstü. Sizin ixtisasa görə gəlin birinci fən daxili edək. Yəni öz ixtisasımızı götürək. Fən daxili özü neçə hissəyə bölünürdü bəs? Fən daxili, üfüqi və şaquli. Əla. Üfüqi nəyə deyilir? Üfüqi məzmun xəttləridir də, səhv eləmirəmsə. Bəli. Məzmun xəttləri Hı hı. fənnin əsas fənnin köküdür. Yəni Bəli, dəyişməz bəli, o, heç vaxt doğrudur. dəyişmir. Bəli. Prosta bu məzmun xəttləri müəlliməm, mən biraz yaxşı anlamıram nə mənada. Yəni bizdə rəsm dərsdə biz əsasən yaradıcı tətbiq etmə eləyirik dərsdə. Hı hı. Yəni çox o danışığa, nə bilim başqa şeylərə üstünlük vermir. Uşaqların da marağı yoxdur ki, çoxlu dərs danışaq, nə bilim sual cavab eləyək. Əsasən biz rəsm çəkirik. Ona görə də mən bu demək olar ki, ancaq sərgilər hazırlayırıq biz. Ondan sonra uşaqlar rəsm çəkirlər. O kitabda yazılanlara çox az yer veririk. Ona görə mən üçün biraz bu Əslində belə məzmun xətti. bilirəm, başa Bəli. düşmürəm sizi. Siz gündəlik tətbiq eləyəndə, yəni məzmun xəttlərinə əsasən getmirik. Yəni şagirdlərə maraqlı olan mövzunu tətbiqi. Bəli. Sizdə gündəlik tətbiq etmə daha çox fənn üstü inteqrasiya ilə həyata keçirilir də. Belə olur ki, həyatda baxırıq hər hansı bir mövzuya, ondan tutaq ki, payız fəslidir, payiza aid bir canlandırma eləyirik, əsər Bəli, çəkirik, bəli. qışdır, qarın yağması. Amma bu sizə imtahanda bir də ki, planlaşdırmada lazım olur. Hansı ki, biz inteqrasiya nümunələrində fən daxilində 1-1, 2, 3-1, 5 belə şeylər olacaq. Onlar Bu zaman mən bilmirəm. Demək olar onlar nə məzhəbə qulluq edir, mən bilmirəm onları. belə deyim də, gör Bəli. hansısa bir mövzunun tutalım ki, əsas elementləri olur. Bunu məsələn Azərbaycan dili. Azərbaycan Bəli. dilində biz deyirik 9 sait var. Başlayırıq saymağa, A, I, O, U belə sayırıq. Bax bu Bəli. o fənnin təməlidir də. Yəni bu fəndə bu mövzu əsasdır. Yəni başlayanda digər hissələrə, mövzularımız çətinləşdikcə bu saitləri bilmək bizə vacibdir ki, bu saitlər bütün hərflərin birləşməsi ilə, bu sözlərin birləşməsi ilə qarşımıza cümlələr çıxacaq. Bunlardan, yəni biz bu saitlərdən istifadə edirik. Bu saitlər o cümləni, sözü qurmağa bizə kömək eləyir. Yəni sizə elementar nümunə göstərirəm də, tutalım Azərbaycan dilindən. Siz məsələn o saitləri bilməsəniz, tutaq ki, yazı yazan zaman o saiti hansınsa bilməsək o sözü tamamlaya bilmərik də. Yəni bu bizə görünüş olaraq, bir formal olaraq kömək eləyir də ki, bu söz var. Bu sözü tapmalıyıq. Əzbər. Elə yadda saxlayın ki, kömək eləməsə belə əzbərləməlisiniz. Yəni burada da məzmun xəttləri belədir ki, əzbər yadınızda qalsın. Ancaq şeir kimi qoyun qarşınıza əzbərləyin. Çünki mən ən çox müəllimlərə belə deyirəm də, kurikulum elədir ki, bu məsələn əzbərlənəsi şeylər imtahanda lazımdır. Tətbiq olunan şeylər gündəlik dərs prosesində lazımdır. Tətbiqə daha çox üstünlük veririk. O əsasdır. Amma əzbər olunan bir şeylər də var ki, o imtahanda, imtahan xatirinə bizə lazımdır. Ki bunu imtahanda soruşsa, məsələn desə ki, məzmun xəttlərinin əlaqələndirilməsi, siz onu rəqəmlə bilsəniz, biləcəksiniz ki, 1 ilə 2-ni əlaqələndirirsiniz. Məsələn, 3 ilə 4-ə əlaqələndirirsiniz. Yəni sırf imtahan üçün çalışın əzbərləyəsiniz. Yəni bunu başa düşürəm. Bir müəyyən bir vaxtdan sonra adamın yadında da qalmır. Yəni məcbur olmuyor. Amma əzbər şeir kimi qoyun qabağınıza və yaxud da ki, qeyd eləyin bir yerdə, davamlı hər dəfə mən soruşduqca, hər dəfə test eləyəndə, qarşınıza çıxdıqca oradan baxın, baxdıqca göz yaddaşı ilə də yadda qalır. Yəni təsvirinci sənət belədir ki, burada daha çox fənn üstü inteqrasiya əsas rol oynayır. Tutaq ki, fənlər arası rol oynayır. Mən bir dənə sual verim. Bax mən bir dənə mövzunu yazdım. Tutalım yazmışam təsviri sənətdə batal və tarixi janrlar. Bunun standartlarını yazıram 1, 1, 2. Bax o 1, 1, 2 nədir onu mən bilmirəm. Baxın, burada cədvəl var. Siz Tünzali Məmməddən soruşmadınız? Yox, hələ üzün görürəm ki, soruşam. Bir də yazın, ona səs atın, mən də yadına salaram, sizə onu mən deyim atar. O 1-1-2-dir, bax, var ha, mən sizin ixtisas üzrə deməyim, öz ixtisasından deyirəm, tutaq ki, məndə Azərbaycan dilindəndir. Sizin təsvirincə sənət ixtisasından öz müəlliminiz onu izah eləməlidir. Yəni, mən sadəcə belə rəqəmlə deyirəm ki, 1, tutaq ki, cəmiyyət və təsvirincə sənət, 2, təsviri və dekorativ yaradıcılıq, 3, məsələn, estetik reaksiya tutalım. Yəni, bunun mahiyyətini ixtisas müəlliminiz özü izah eləməlidir sizə. Ki, o ixtisasla bağlı bilikləri məndən daha çoxdur. Təsvirincə sənəti mən keçmirəm də, o keçirsə, onun bilikləri daha çoxdur təsvirincə sənətdən. Yəni, hər ixtisasın öz müəllimi ona cavabdeh olur ki, ixtisasda məzmun xəttinin mahiyyəti nədir? Bayaq, məsələn, Gülşvər müəlliməyə dedim ki, tutalım, riyaziyyatdan
ixtisasınızla bağlı olan biliklərdir o. Mən onu riyaziyyat keçmirəmsə, yəni yuxarı sinifləri bilmirəmsə, mən onu keçə bilmərəm. Sizə izah eləyəndə səhvliklərə yol verə bilərəm. Sizdə də təsvir incəsənəti öz ixtisas müəlliminizdən soruşun. O sizə öz məzmun xəttlərini daha aydın reaksiya verər, daha aydın belə deyim, izah eləyər. Mən ancaq nömrə deyə bilərəm, amma içində nə var, mahiyyəti nədən ibarətdir o deyə bilər. Çünki o təsvir incəsənəti keçir. Məsələn, hazırlaşanda kimsə təsvir incəsənəti ona müraciət edir, kurikuluma mənə müraciət edir. Yəni çünki mən kurikulum keçirəm, o da təsvir incəsənəti, yəni belə aydınlaşdırım da sizə. O təsvir incəsənəti daha işinin mahiyyətini bilir də. Hə, başa düşdüm mən. Yəni siz ondan soruşun, işin öz peşəkarından soruşsanız daha yaxşı olar. Mən sadəcə rəqəm olaraq deyəcəm, amma mahiyyətini o bilir. Bəli. Əla. İndi keçək suallarımıza. Baxın, gəlin birinci elə fən daxilinin üfüqüsündən mən nümunə göstərim sizə məzmun xəttlərindən. Sonra şagirdinə keçərik. Baxın, üfüqü burada dedik, məzmun xəttləri. Tutalım cəmiyyət və təsvir incəsənət, bir də ki, tutalım ki, dekorativ yaradıcılıq. Baxın, cəmiyyət və təsvir incəsənət deyəndə, məsələn, indi bu nümunəmi mən özümdən qurmuşam. Yəni nə dərəcədə təsvir incəsənətdə doğrudan belə bir nümunə var ya yoxdur bilmirəm, amma deyirəm də. Məsələn, heykəltaraşlıq da təsvir incəsənətə aiddir, mən bilən, hə, var elə bir şey. Bəli. Biz canırdı. Bəli. Baxın, məsələn, Xocalı soyqırımı ilə bağlı ana harayı var. Tutalım ki, indi bizim 2-ci Qarabağ müharibəsindən sonra şəhid olan şəhidlərimizin büstləri var, onların heykəlləri var, canlandırılıb. Elə prezidentimizin özünün heykəli var. Yəni onun tutalım ki, şəhidlər xiyabanında olan heykəllər var. Dəmir yumruq var. Bəli, dəmir yumruq var. Bax, bunların hamısı, yəni bunlar gündəlik cəmiyyət daxilində olan proseslərdir. Gözümüzün önündə olan bir proseslərdir. Cəmiyyətdən yaranan bir estetik işlərdir də. Məsələn, mən gündəlik gördüyüm bir hansısa bir əsəri, hansısa bir hadisəni canlandırmışam, bir rəssamam tutalım. Görmüşəm ki, bu hadisə baş verib, demişəm, qoy bir dənə bu hadisəyə məruzə eləyən, bu hadisəni canlandıran bir əsər yaradım. Nə vaxt baxırıq, bunu yadımıza salaq. Heç vaxt unutmayaq. Bax, dəmir yumruğu niyə yaradıblar? Həmişə o dəmir yumruq sözü bizim beynimizdə canlansın. O hadisələr nə zaman oldu, hansı işlər görüldü. Yəni bunu davamlı olaraq cəmiyyətdə baş verən prosesi davamlı olaraq insanların, xalqın, millətin yaddaşına həkk eləmək üçün bunu eləmişəm. Yəni bu yəni məqsədimiz nədir? Yəni bu məzmun xəttlərinin əlaqələndirilməsidir ki, cəmiyyətdə baş verən hadisəni estetik formada, dekorativ formada canlandırım, xalqın gözünün önündə olsun. Bəli. Bu da əlaqələndirmə. Bax, məsələn, Şaquli ilə gəlin indi əlaqələndirək. Şaqulidə də siniflər arasıdır. Hə, Şaqulidə tutalım ki, biz natrimot keçirik. Məsələn, tutalım 5-ci sinifdə. Naturanı biz sadə formada elə ki, bir alma qoyuruq, bir dənə tutalım dolça qoyuruq. Uşaqlara öyrədirik bunu ki, uşaqlar çəkin. Natrimotu bütün 9-cu sinifə çatanacan hər ildə biz natrimot janrını keçirik. Ancaq getdikcə bu natrimot mürəkkəbləşəcək. Tutalım ki, məsələn, indi bir dənə alma, bir dənə dolça qoymuşuq. Gələn dəfə onu ətrafına bir dənə atlas qoyuruq, üzərinə soğan qoyuruq, limon qoyuruq. Naturanı genişləndirir, qəlizləşdiririk. Yəni, bu o deməkdir ki, sadədən mürəkkəbə. Mən düşündüyüm. Bəli, düzdür, doğrudur. Bəli, sadədən mürəkkəbə şagird də daha rahat öyrənə bilir bu zaman. Düşünür ki, hə, indi öyrənmişəmsə, deməli... Bir də onlar onun, məsələn, natrimotu tutalım biz bayaqdan şəkil formasında göstərirdi uşağa. Bəzən mən çox vaxt naturan gətirib belə sinifdə düzəldirəm bir stolun üstündə, deyirəm, baxın çəkin. Və onlara deyirəm ki, gedin, siz evdə qazanınız var, nə bilim mən, aş süzəniniz var, nə bilim limon var, alma var, portağal var. Özünüz başqa bir natrimot düzəldir, başqasını çəkin gətirin. Biz bunu da uşaqlar elətdiririk. Baxın, bu da olur. Evdə eləyin deyirsinizsə, fənn üstü. Hə, bu da olur, tətbiq etmədə tətbiq edir. Bəli, tətbiq edirsə fənn üstü, doğrudur. Bəli, siz fənn daxildən doğrudur, çox qəşəng keçə bildiniz fənn üstüyə. Bu da yaxşı bir şeydir ki, yəni mövzunu daxil edirəm, şagirdə izah edirəm fənnin daxilində. Və nümunə göstərirəm ki, gedin öyrənməni daha yaxşı etmək istəyirsinizsə, mükəmməlləşdirmək istəyirsinizsə, evdə tətbiq eləyin. Bunu evdə eləyəndə daha yaxşı, praktik olaraq canlandırırıq gözümüzün önündə. Bəli. Bir gəlin fənn üstü bir dənə də nümunə göstərək. Fənn üstü, indi natrimotdan danışdıq biz. Məsələn, tutalım biz payız mənzərəsi çəkirik. Uşaqlara, məsələn, tutalım sinifdə çəkdirdik. Sonra mən bəzi vaxt havalar yaxşı olanda uşaqları çıxardıram həyətə, deyirəm uşaqlar, indi gəl küçədə gördüklərimizi çəkək.
e, təsvir incəsənətdə, texnologiyada biraz başqa cürdür. Uşaqlar məsələn məktəbin həyətində bulud görürlər, uçan quş görürlər və yaxud da saralmış yarpaqlar görürlər. Gözləri ilə gördüklərini oturub orada alboma çəkirlər. Bu Bəli. artıq uşaqlar elə bil ki, canlı təbiətdə oturub çəkirlər də, daha bunlar üçün maraqlı olur. Daha uşaqların belə yaddaşlığına həkk olur ki, payız necədir. Bəli. E, Rənglərin dəyişməsindən də nümunə göstərə bilərsiniz. Bəli, bəli. Yarpaqların rəngi əvvəl yaşıl idi, indi Və dəyişib saralıb. uşaqlara soruşuruq ki, məsələn, motivasiya veririk əvvəldən ki, uşaqlar üçün mövzunu demirik nədir. Uşaqlar havalar nə vaxt soyuyur, yağışlar nə vaxt yağır, quşlar nə vaxt uçub gedir. Uşaqlar onu özləri axtarıb tapırlar ki, bu payızda baş verir bu hadisələr. Yəni dərsə əsasən biz belə başlayırıq ki, yəni biz sual qoyuruq ortalığa, uşaqlar özləri tapırlar onu. Bəli, doğrudur. Bəli, Doğrudur. bəli. Bəli. Bundan da şagirdin öyrənməsi daha belə deyim də dərin baş verir. Praktiklik daha Dərin olur, asan da olur, maraqlı olur, belə deyək də. Yəni birbaşa uşaq elə oturub ancaq rəsm çəkmir. Bəli. O rəsmi daha ürəkdən, canla istəyir, daha onu rəngarəng çəkir, daha o parlaq rənglər tapır, düşündürücü forma tapır, belə deyək də. Doğrudur. Bir dənə də gələcəkdə bir mövzu keçəcəyik sizlə. Deməli, intellekt növləri. İntellekt növləri odur ki, yəni hər öyrənməyə məxsus şagirdə toxunuruq. Hər öyrənməni nəzərə alırıq. Məsələn, rəsm çəkməyi sevən şagird var, yazaraq öyrənən şagird var, həyatda tətbiq etməyi sevən şagird var. Yəni hər cür şagird növü var. Hər öyrənməyə malik. Heç çəkmək istəməyən var. Bəli, doğrudur. Bəli. Bax bu təbiətdə gəzmək, onlar deyəsən çox görmüsünüz, dərdlisiniz ha barədə. Hər növ uşaq var, hər xarakterə məxsus doğrudan da müxtəlif psixologiyada uşaqlar var. Və biz 1:45 dəqiqədə bunların hamısını nəzərə alıb dərs keçməliyik. Yəni hər bir şagirdi gərək öyrədək də. Yəni bu borcumuzdur. Ən belə passiv şagird olsa belə nəsə bir kəlmə, bir Mən kimsə görməsə də ki, mən keçdim dərsimdə, nə bildilər, mən orada öyrətdim. Mənim özümdə bir maraq var ki, mən o uşağı sevdirim öz fənnimi. Yəni gedib otururam onun yanında, heç albom açmayıb. Otururam onun bölünə karandaşın birini ona verirəm, birini mən götürürəm əlimə. Hansısa bir mövzunun sadə formasında, məsələn, dairə çəkirik, içərisində bir naxışlar çəkirik də. Dairənin bir tərəfini uşağa çəkdirirəm, bir tərəfini özüm çəkirəm. İkimiz bir dairənin içərisində başlayırıq işləməyə. Bir də baxıram ki, uşaq qoşulub rəsmə. Yəni biz Bəli, dərsə cəlb etmə. Doğrudur. Hə, təcrübə bizə o qədər yer eləyib ki, uşaq dilində danışa bilirik biz. Bu əsas elə ən yaxşı cəhət budur. Yəni sırf əzbərə gedərək müəllim olmaqdansa, yəni təcrübə ilə işləmək daha yaxşıdır, effektivdir. İndi bax, sizin saydıqlarınız var. Hamısını kurikulum kitabında kurikulum özü yerləşdirib mövzu olaraq. Yəni müəllimlərə ən çox çətin gələn hissədir bunlar, kurikulum hissəsi də. Amma onu da bilin ki, məsələn, sizin gündəlik bax bu dediyiniz, sadaladığınız şeyləri kurikulum kitabda cəmləyib. Yəni deyib ki, siz gündəlik bunu edirsiniz, elədiklərinizi söz olaraq da yadda saxlayın ki, imtahanda qarşınıza çıxsın. Məsələn, siz dediniz ki, uşaqla otururam, özü də bir də baxır ki, hə, özünün xəbəri olmadan artıq dərsin içindədir, artıq öyrənib, nəsə əldə edir. Bu cəlb etmədir. Cəlb edirsiniz. Bəli. Mən Əmək Tünzalədən məni bu il hazırlamışdınız. Yadınızdadır? Yadımdadır Tünzalə müəllimə, yadından çıxarır. Necəsiz? Şükür, yaxşıyam, sağ olun. Mamaya dedim ki, Rövşənə müəllimənin sayəsində mən o balı topladım. Hə, müəllimə, sizin öyrətdiyiniz sayəsində Tünzalə bu illəri kurikulumdan yaxşı yazıb. Hə, maşallah. Özüm də fəxr edirəm. İnşallah ki, daha da yaxşı olar. İxtisası ilə də bağlı qəşəng dərs keçir. Qrupunda varam, arada qoşuluram, vaxt olduqca baxıram. Yox, indi mən hələ başlamamışam. Hələ sırf özüm biraz işlərim var da. Yəni birbaşa hələ Tünzalə özü hazırlayacaq ixtisasdan məni. Kurikulumdan da siz Allahın köməyi ilə yaxşı yazarım. İnşallah. Ən çox belə deyim də, mən başqa müəllimlər mənim üçün əzizdir o heç, amma əvvəlki müdavimlərim daha əzizdir. Çünki bilirəm də artıq onlarda nələr var, nələr yox, onları tanıyıram. Yox, həqiqətən kurikulumu ki, o özü çox, indi biz sadə, siz o çox gözəl sadə dillə izah edirsiniz. Biz onu çox gözəl mənimsəyirik. Bunu da qeyd edeyim mən. Yəni ki, əslində çox qəliz bir şeydir. Mən o kurikulumun suallarını oxumuşam. 5 dənə variant qoyur orada. Variantları elə qoyur ki, hamısı cavaba uyğundur.
Bilmirsən hansı Bəli, seçəsən. bəli. Elə imtahanda da həmişə çaşdıran o olur. Mən çalışıram ki, gündəlik, bax sinifdən görürsüz nümunə çəkirik. Gündəlik Bəli. həyatdan olanda, dərs prosesindən olanda daha yaxşı yadda qalır. Çünki uşaqlarla da işləyəndə bizə əsas o lazımdır da. Birinci addımımız imtahandan keçməkdir. Amma imtahandan keçdim. Hə, əla. Amma şagird qarşısına çıxmaq da var, ha bunu tətbiq eləmək var. Yəni əsas məqsəd odur ki, imtahandan sonrakı prosesi də hazırlayaq müəllimi. Çünki imtahan indi Yox, illərlə müəllimə, mən işləyirsiniz. demək olar məktəbin ən fəal rəsm Mən müəlliməsiyəm. necə deyirəm, mən nitqlərə Facebook deyirəm. səhifəmdə də girib görəsiniz, mən gündəlik canlı dərslərimi paylaşıram orada, Hə. sərgilərimi paylaşıram. Yəni mən demək olar ki, bir nömrəyəm müəllim Lap bu yaxşı. sahəsində. Sadəcə imtahan hamını qorxutduğu kimi məni də qorxudur biraz. O heç Ona yox. görə İmtahan sözünün özünün belə həyəcanı bəsdir ki, bilirsiniz ki, hə, nələr gözlədiyini bilmirik də. Yəni qarşımıza nə çıxacaq, hansı suallar gələcək qarşımıza. Yəni onu bəli, hamıya bəli. naməlum olur sonluq. Amma yəni gündəlik işiniz əgər yaxşı gedirsə, deməli ixtisasdan yaxşıdır. Sadəcə formal olaraq bir neçə ay hazırlaşın. Əladır ki, yəni qızınız da hazırlayır. Formal olaraq hazırlaşın ki, orada terminlər var, sözlər var ki, imtahan tipli suallardır da. Siz uşaqlarla işləyəndə Yox, belə çox şeylər var. doğru. Rəssamların əsərləri, məsələn, eyni rəssam, eyni mövzunu müxtəlif rəssamlar çəkiblər. Bəli. Çaşdırıcı imenli o sualları qoyurlar ki, baxırsan məsələn, Madonnanı bir neçə rəssam çəkib də. Onu Rafaello da qoyur, Da Vinci də qoyur. İndi seç görüm bu Madonnanı hansı rəssam çəkib. Bəli. Yəni ona görə də dəqiq o şəkilləri əzbərləmək, dəqiq göz yaddaşında saxlamaq lazımdır ki, o çaşdırıcı sualları o saat biləsən. Öz müəlliminizi özünüz yetişdirmisiniz. Qoyun qabağınıza dərs keçsin sizə. Hə. Əla. Tünzalə müəllimə yaxşıdır, aktivdir o barədə. Öyrədəcək, yaxşı olacaq. Hə, Tünzalə müəllimə, uğurlar. Mamanızla qəşəng məşğul olun. Kurikulumdan mən, ixtisasdan siz. İmtahandan yaxşı Çox keçəcək. sağ olun. Çox təşəkkür edirəm. Siz də sağ Belə olun. gözəl müəllimə, səlis danışır, Siz də sağ qəşəng olun. öyrədicilik qabiliyyəti, həqiqətən hamısı var sizdə. İnşallah yaxşı olar. İnşallah, inşallah. Hə, indi deməli, fənn üstünü dedik. Fənn daxilini dedik. Fənlər arasından bəlkə danışaq. Hə, fənlər arası da var. Məsələn, yenə payız mövzusuna qarışaq. Məsələn, payızda biz musiqi ilə, hökmən, nəğmə ilə biz hökmən inteqrasiya eləyirik. Texnologiya ilə, tarixlə. Bax, bizdə indi təsviri sənətdə batal və tarixi janrlar. Bu birbaşa tarix fənni ilə əlaqəli bir inteqrasiyadır. Yəni bizim təsviri incəsənət demək olar əksər fənlərlə inteqrasiya eləyə bilər. Biologiya ilə eləyə bilər. Biologiya müəllimi saydıqları elə bizim fənnə aid idi. Bəli, Bizdə o bəli. yarpaqlar elə bir başqa bizim Düzdür. işimizdir. Bəli. Və yaxud da payız gəldi, uçdu, getdi quşlar, mahnıdır da, Bəli, düzdür. Mən düzdür. məsələn həmin mahnını, həmin mövzu olanda hökmən uşaqlarla bir yerdə oxuyuram. Şu uşaqlar musiqiyə baxın, görün necə düz yağışlar yağır. Yəni elə musiqilərimiz var da. Əksər Bəli. texnologiya ilə ki, vəbşi bütün dərslərimiz hamısı inteqrasiya eləyir. Texnologiyadan çox yaxındır. Ona Məsələn, görə də çox fəndən. musiqi dərsində bizdə də uşaqlara mövzunu keçəndə, musiqini öyrənməsi üçün verəndə, onun hansı məsələn şəkil var o musiqi dərsində, onu da çəkdiririk rəsmi olaraq. Niyə? Çünki o mövzunun daxilində səbəb nədir onu öyrənməkdə, mahiyyət nədən ibarətdir? Mahnı olanda öyrənir, yadından çıxır, amma tətbiq edəndə əli qələm tutan da şagirdin daha yaxşı yadda qalır. Onu görür, yadına salır ki, təbiət dərsi, coğrafiya dərsi, ana dilinin özü, hamısı bizim dərslə inteqrasiya edə bilər. Riyaziyyatın özü. gündəlik Yəni orada orada biologiya kimidir. Gündəlik həyatla əlaqələndirilən fəndir. Gündəlik tətbiq etdiyimiz bir fəndir. Ona görə də doğrudur. Sizdə daha yaxşı inteqrasiya qurmaq olur. Elə ixtisaslar var ki, məsələn, biraz çətin olur, amma riyaziyyatı, məsələn, ixtisas olaraq deyirəm, biologiyanı, təsvirini daha rahatdır. Texnologiyanı. Məsələn, Azərbaycan dilində Azərbaycan dilini ancaq ingilis dilindən eləyə bilərik. Maksimum da əlaqələndirə bilərik riyaziyyatın məsələn say mövzusu ilə maksimum əlaqələndirə bilərəm. Rus dili ilə, dil qaydası ilə, amma elə mövzular var ki, onu alınmır, mümkün deyil. Sizdə amma ixtisasda rahatdır əlaqələndirmə. Əla. Qəşəng. Sizdə də inteqrasiya nümunələri qəşəng, geniş, zəngin idi. Əla. Çünki ixtisasdan yaxşıdır da, yəni vəziyyət işləyirsiniz deyə ixtisasdan bilikləriniz, söz bazanız zəngindir. Allah. Bu gün sizdən də razı qaldım. Rəşadət müəllimə, əlasınız. Hələlik indi keçək. Çox sağ olun. Siz də sağ olun. Baksel yazılan hansı müəllimdir? Bir dənə səssiz açardınız.
Burada adı Bakisel yazılıb, amma Firəngiz müəllimədir, müəllimə, axşamınız xeyir. Firəngiz müəllimə, axşamınız xeyir Firəngiz müəllimə. Sizin mikrofonda nəsə problem var. Danışanda səsim özümə gəlir. Bir dənə görünmədi. Bir dənə zəhmət olmasa, mən gözləyirəm burada. Çıxıb təzədən girə bilərsiniz. Qəbul edəcəm sizi. Yəni bayaq da mikrofonu açdı, səsim özümə gəldi. Hə, çıxdı. Təzədən girsin, görək düzələcəkmi? Ədəbiyyatı, tarixi göstərdə bilərəm. Hətta informatikada gedir bizdə insanlar arası inteqrasiya. Doğrudur. Yəni sizdə təbiət elmləri daha çox kömək edir incəsənətə. Biologiyadır. Bax, bayaq müəllimə dediyi dərs elə bizim fənn aid idi, yarpaqlar haqqında. O mənzərə növünə aiddir, növ üzrə rəsmə aiddir. Doğrudur. Bəli, məsələn, belə deyək də, bir növ gündəlik həyatda gördüyümüz bütün gözümüzün önündə canlanan təsvirlər hamısı sizin ixtisasdan gəlib keçir. Ona görə bütün mövzuları əlaqələndirə bilərik, həyatda hər bir şey. Aha. Bəs məsələn, fənn üstü desək, həyatla necə əlaqələndirə bilərsiniz bir nümunə ilə? Elə bil ki, məsələn, mən birinci sinifdə keçirəm naturadan rəsm. Uşaqlara ikinci sinifdə deyirəm ki, uşaqlar yadınıza gəlirsə birinci sinifdə biz naturadan rəsmi eləcə əyani vəsaitdə verirdik. Ancaq ikinci sinifdə elə bil ki, həmən natura haqqında geniş mövzu verir, geniş məlumat verir. Sonra da naturadan natura qurub həmən rəsmi uşaqlara çəkdiririk və uşaqlara deyirik ki, burada biz məsələn az əşya var idi natura qurmağa, evdə siz bu əşyaları çoxalda bilib çəkə bilərsiniz. Bəli, əgər evdə deyirsinizsə eləyə bilərsiniz, düzdür, bu fənn üstüdür. Amma əgər keçən il, gələn il, məsələn, keçən il etmişdik, gələn il yerinə yetirərik, bax belə il söhbətləri var da arada. Ki, şagirdin gözündə canlansın. Bu zaman olur şaquli, fənn daxili şaquli. Bax, onu qarışdırmayın. Keçən il yadınızdadırsa keçmişdik, gələn il daha mürəkkəbini keçəcəyik. Belə deyirsə şaquli. Desək, şaquli inteqrasiya adlanır. Evdə desək, fənn üstü deyirik də müəllimə. Həyatla əlaqələndirmə desək, fənn üstüdür, doğrudur. Bəs şaquli demişkən, şaquli bildik ki, fənn daxiliyə daxildir də, fənn daxilinin içərisində bir hissəsidir. Bəs fənn daxili üfüqü necə olacaq? Müəllimə, fənn daxili üfüqü elə bil ki, məsələn, fənnin sinifdən sinifədə, yəni ki, mən belə başa düşürəm ki, fənn daxili sinifdən sinifə şaquli deyir, baş dediyi qarışdırmayın. Sinifdən sinifə şaqulidir. Fənnin özünün içərisindən də keçir. Bəli. Fənnin öz içərisində. Öz içərisində başa salırıq da uşaqları ki, yəni ki, mövzu yenə bəli, mövzular arasında. Belə deyək də, məzmun xətlər arasında. İxtisas, məsələn, fiziki tərbiyədir. Fiziki tərbiyəni biz əlaqələndirə bilərik məzmun xətlərini öz daxilində, riyaziyyatı əlaqələndirə bilərik öz daxilindəki məzmun xətləri ilə, eləcə də təsvir incəsənəti öz daxilində. Əlaqələndirə bilərik. Doğrudur. Məsələn, belə bir sual verim. Tutalım ki, mənə bir dənə fənn daxili şaquli inteqrasiya nümunəsi. Fənn daxili şaquli inteqrasiya elə məsələn, tarixi hadisələrdən də keçə bilərəm. Yəni, uşaqlara misal gətirə bilərəm də həmən fənnin. Aha, bax, məsələn, tutalım ki, şaquli deyirəm mən sizə. Bax, məsələn, siz 5-ci sinifə dərs keçirsiniz, sinifdəsiz. 5-ci sinifə keçdiyiniz mövzunu siz keçən il şagirdlərə keçmisiniz. Eyni sinifdəsiz, bu sinifdə siz keçən il dərs keçmisiniz. Və deyirsiniz ki, uşaqlar, yadınızdadır, 5-ci sinif deməyək, 6 deyək. Çünki 6-ya keçmişdinizsə, 5-ə keçən il keçmiş olursunuz.
5-in əvvəlkisi ibtidai idi deyə onun öz müəllimi keçirdi. Məsələn, 6-ya indi dərs keçirsiniz. 5-ci sinifdə keçmisiniz o mövzunu və yadına salırsınız şagirdlərin. Deyirsiniz ki, uşaqlar, keçən il yadınızdadır biz bu mövzunu keçmişdik. Bu mövzu üzərində Şagirddir müəllim. Bəli. Elə bil ki, sinifə şagird. doğrudur. Bəli, siniflər arasında olanda şagirddir. Çünki şagirdin keçən ilki mövzu yadına düşəndə öyrənməsi daha asan olur. Birdən-birə belə deyim də yüklənmir. Şagird birdən-birə çətinə getmir. Yadına düşür ki, mən bunu keçən il öyrənmişdim. Aha. Bax, məsələn, üfüqü də deyəndə, tutalım sizdə bayaq təsvirinci sənətdə nümunə göstərdik. Məsələn, tutalım mən mövzunu keçirəm şagirdə, bu mövzunun daxilində hər hansı bir rəsm əsəri çəkirəm və bu çəkdiyim rəsm əsərini də hansısa bir məsələn küçədə olan bir heykəldirsə, küçədəki bir portretdirsə və yaxud da ki, cəmiyyət daxilində olan bir proses var, ondan bəhrələnib çəkirəmsə, bu da fən daxili olacaq və məzmun xətlər arasında üfüqü. Ki, gördüyüm, həyatda gördüyüm bir şeylə, həyatda gördüyüm, məsələn, belə deyim də, həyatda gördüyüm bir var fənn üstü, yəni mən burada gedirəm, artıq bunu edirəm, öyrənirəm, öyrəndiyimi həyatda tətbiq edirəm. Bir də var ki, bu məzmun xətlər arasında deyir ki, məsələn, cəmiyyət və təsvirinci sənət. Yəni, cəmiyyətdə baş verən prosesi təsviri sənətdə tətbiq edirəm, tutalım mən gördüyüm hansısa bir hadisəni. Onu da misal gətirə bilərəm müəllimə. Məsələn, Fuad Əbdürrəhmanovun Nizami Gəncəvi heykəlini uşaqlara çəkdirirəmsə, ədəbiyyatdan onu əlaqələndirərəm. Nizami Gəncəvi haqqında danışaram. Sonra da elə bil ki, Nizami Gəncəvinin heykəlini çəkdirərəm, yapdırab, plastirindən uşaqlara yapdıraram. Bax, belə əlaqələndirərəm. Doğru. Bəli, doğrudur. Əla. Məsələn, həyatda da, bax, məsələn, belə də deyə bilərik ki, siz hər hansı bir rəsm əsərini şagirdlərə, məsələn, aparırsınız uşaqları muzeyə, fənn üstüdən belə deyək də, hər hansı bir rəssamın haqqında mövzu keçmişsiniz, rəssamın həyat yaradıcılığından danışırsınız və rəsm sərgisinə aparırsınız şagirdləri və ya muzeyə aparırsınız. Muzeydə həmin o öyrəndiklərini şagirdin yadına salırsınız və deyirsiniz ki, baxın, öyrəndiyimiz mövzuda hansı rəssam idi, hansı illərdə anadan olmuşdu, hansı əsərləri var idi. Şagirdlər də başlayır əsərləri yadlarına salırlar və gözlərinin önündə görürlər bunu. Gördükləri halda daha yaxşı öyrənə bilirlər. Yəni, bu da öyrənmənin ən üst səviyyəsidir. O elə bil bizim fəndə əyani təsvir deyilir də. Əyani. Bəli, yəni praktik olaraq canlanır da. Şagird artıq təfəkküründə bunu gözünün önündə canlandıranda, əli ilə toxunanda, görəndə, hiss edəndə daha yaxşı öyrənir. Yazanda, öyrənəndə daha yaxşı yadında qalır. Bu da oldu fənn üstü. Əla. Aha, Firəngiz müəllimə, sizdə də yaxşıdır vəziyyət, pis deyil. Yəni, belə deyim də, inteqrasiya nümunələri müəllimlər üçün elə çətin olmur. Çünki gündəlik tətbiq edirlər, gündəlik işləyirlər ixtisasları ilə bağlı. Ona görə həmişə ixtisasla bağlı inteqrasiya göstərmək daha rahat olur müəllimlərə. Sizdə də yaxşıdır vəziyyət. İndi keçək vaxt itirmədən yeni dərsimizə, çünki çox vaxtımız getdi sual cavabımıza. Baxın müəllimlər, yeni mövzumuz olacaq kompetensiyalar. Məsələn, riyazi toplama əməllərini ən sadə, ən elementar vəziyyətdə bilirsə, deməli, riyazi elm savadlılığı var, riyazi elm kompetensiyası var. İnsanda, məsələn, rəqəmsal savadlılıq varsa, deməli, rəqəmsal savadlılıq səriştəsi, bacarığı, kompetensiyası var. Yəni, yadda saxlayın ki, bir insan bu 8 saydığım kompetensiyanı bilirsə, 8 saydığım kompetensiyaya məxsus bilikləri özündə tətbiq edə bilirsə, deməli, insanda 21-ci əsr bacarıqları, 21-ci əsr kompetensiyası mövcuddur. Yəni, kompetensiya sözü sizə çətin gəlməsin. Dediyim kimi, insandakı bacarıqdır, insandakı vərdişdir, səriştədir kompetensiya. Yəni, kompetensiya bərabərdir bilik, bacarıq, vərdiş, dəyər. Yəni, sizin bir şey haqqında olan biliyiniz, bir şey haqqında olan bacarığınız, məlumatınız, səriştəniz, dəyəriniz sizin kompetensiyanızdır. Hər hansı bir biliyi, məsələn, öz ixtisasınızı bilirsiniz, bu sizin kompetensiyanızdır, ixtisas yönümlü biliyinizdir, bacarığınızdır. Ümumiyyətlə, kompetensiya özü, dediyim kimi,
rahat bir mövzudur. 21-ci əsrdə, müasir dövrdə bizə lazım olan bacarıqların toplusudur və bizə hansı bacarıqlar lazımdır? Saydığım kimi 8 bacarıq lazımdır. Bunları sıra-sıra öyrənəcəksiniz. Mahiyyəti nədən ibarətdir? Onlara baxacağıq mövzu daxilində. Mən həm də kitabdan sizə çəkib atacağam. Çünki bu hələ yəni olduğu kimidir bu mövzuda. Dəyişiklik olacaq, olmayacaq, onu kitab çıxanda biləcəyik. Amma bu mövzu var çərçivə sənədimizdə. Ona görə kitabdan da çəkib atacağam.